Mən babuş da öyle, mən Velizar da öyle. Mən burada kişi kimi istəyirəm, dəstək istəyirəm mən burada. Siz gedin Velizar kimin əllərinə dəstək olun. Şir atın, hədiyyə atın. Mən Velizar kimi belə eləmirəm, tez ola. Mən belə hərəkət eləmirəm. Mən kişi kimi burada dəstəyimi istəyirəm. Kim onun nətər qəbul edir, qoy hələ də qəbul olsun, masket ver. Kim onun nətər başa düşür, düşsün. Bugünkü günü mən görsəm, burada mənim yanımdakı oğlanla siqaret istəyirəm. Mən bir manatım yoxdur ki, girəm siqaret alam. İki oğlan sizə. Nə olar, hərə bir manatdan dəstək olsun. Velizar kimisinə gedirsiniz, şir atırsınız, pələng atırsınız. Nədir onun adı? Velizar getdi. Velizar getdi, Velizar. 10.000 getdi, bəzi kiməsə dəstək oldu da, hörmət elədi, kiməsə dəstək oldu. Allah canı sağ eləsin. O mənada Velizarı dəstəkləyirəm, bu bir. İkinci, Velizara şir atırsınız, 4-600 neçə manatlı şir atırsınız. Papaq, nələr hədiyyələr atırsınız, maşını atırsınız, onu atırsınız. Bugünkü günü bir dənə cavan oğlan, kasıb oğlan dəstək istəyən də dilənir, niyə girib işləmirsə? Allah'a and olsun, bu 642 nəfərin heç bir işləmir. Yarısı, yəni, heç biri deyəndə ki, çoxsu işləmir. Bu sözləri mənə yazan adamların heç biri işləmir. Evində oturub, lotu Wi-Fi girib anasının şotuna, anasının penisiyəsinə Wi-Fi-nin kodunu vurdurtur, gəzir. Mən baxdım ki, bir dəqiqə. Mən baxdım ki, mən başqa varıyam. Getdim bugün Qanqalda, baxdım ki, Qanqalda da pul yoxdur. Vallahi Qanqalda da pul yoxdur. Heç kim alınmır. Nə olar, hərə bir manatdan dəstək ola bilməz ki, ha? Vallahi ola bilərsiniz. Elə bir o ki, bir manatı bir dənə biz onu aldınız, işdiniz, tulladınız ayına. Allah haqqı olardı. Prosto abijnikə düşmüsən. Mən səndən nə istəyirəm ki? Mən heç kimə məcbur eləmirəm ki, mənə 1 manat ver, mənə 2 manat ver. Mən deyirəm ki, burada kim mənə ürəyi yanırsa, kim mənə dəstəyə ehtiyacı mənə şey eləmək istəyirsə, mənə dəstək olsun. Nə olar ki? Mən sizdən nə istəyirəm? Demirəm ki, mənə pul verin, nə bilir. Deyirəm, 669 nəfər mənə pul doğ. Demirəm o sözü. Mən deyirəm ki, hərə 1 manatda mənə dəstək olsun. Mən bu söz demirəm ki. Koşuram bura, deyirlər koş, belə atacağım, ay qardaş, deyirlər koş 5 manat atıram, koş 10 manat atıram, koşuram ağzına gələni deyirlər. Niyə özünüzə hörmət eləmirsiniz? Bəsdirin də da. Ağarmışam qardaş, arzuya görə söymürsünüz, məni, arzuya görə söymürsünüz. Bilirsiniz nəyə görə söysünüz? E-mailini burada kart qoymuşam deyən ona görə söysünüz ki, niyə dilənirsin? Dilənmirəm, mən kişi kimi burada dəstək istəyirəm, mən heç kimin anasına bağışına söymürəm mən. Siz özünüzə hörmət eləmirsiniz ki, anavızı, bacınızı çöldə qoyun. Ana bacı qədri bilən oğlan heç vaxt evindən xəbər olmayın, evindən xəbər olan oğlan heç vaxt söz söyməz burada. Borcunuz yoxdur, demirəm, prostuyu heç kimin mənə borcu yoxdur. 694 nəfərin mənə heç birinin borcu yoxdur. Prostuyu mən dəstəyimi istəyirəm. Kim mənə dəstək olacaq. Biri qoşuldu, burada gördünüz, dəstəyimi 2 manat attı. Mən heç kimə demirəm, mənə şey olsun, nə bilim, belə olsun, hələ olsun. Mənə dəstək oluyormuşam. Pəncərəsə. Aha. Axşamınız xeyir. Bəli. Mahir, deyirsən ki, burada canlıda 650 nəfər var, 700 nəfər var, mən yardım istəyirəm, pul atsın. Velizara dəstək olurlar. Niyə? Velizarın üzünə söymürlər, Velizarı təhqir eləmirlər. Durum götürmə, bax, belə oynadım. Danışdırıcı qəhbə demir. Velizar, nə bilim, o birisini demir. Sən burada deyirsən ki, pul atın, kömək istəyirsən, yemək istəyirsən, buradan pul atırlar, gedirsən, oturursan, verirsən arağa, sonra deyirsən ki, belədir, elədir. Tamam, mən sənə çıxartmıram. Bax, mən sənə çıxartmıram. İndi qulaq as, dedin. Bir belə iş var, niyə işləmirsən? Qulaq as, danışdın, bir dənə yaxşı da sözümü dedin, çaltı, bir dənə o sözümü deyim sənə. Eşidirsən mənim? Hə, deyinə. Sən mənə içkimi verdiyimi, o pulu içkiyə verdiyimi sən mənə bu zavatını verə bilərsən.
Arzu derdi, Arzudan sonra canlı açır, Arzu canlıda deyəcək bunu. Arzu çox bəri bax, Arzudan başqa Liboy bir adam çox şey deyə bilər ki, Mahar o ara o pulu içkiyə verir. Sən mənə onun subutun tasqanan ne? Belə oğlan kimi, özünü tanıyan oğlan kimi mənə subut eləyə bilərsən. Görsən, rəsmətindən bəllidir, narkomanı oxuyursan. Get əlim var, ayağım var. Narkoman sənin evindəkidir, sən özünə hörmət eləmirsən, gəlib bu platformanın içində elə danışırsan. Sən evinin içindən xəbərin yoxdur ki, gəlib burada belə danışırsan. Ay Peysən, ay Peysən. Ay Peysən, sənin arvadındır, qızındır, nəslindir. Sənin var yox mu? Kutuka deyə enində kofta. Bax, gör nə geymişəm, mən atdan gör. Gör, mən atdan nəsə geymişəm, bax, qadındır, xanımlar, üzr istəyirəm sizdən. Bax da, bax, gör mən nə geymişəm atdan nəsə. Qoy görsünlər. İndi canlıya gələni deyirəm, deyirəm ki, sənin soğan yeməmişsən, çimliyə görünür. Xoşun gəlməyir, at quşağı bloka. Burada gəldin, bunu söydüm buna. Bax, burada neçə nəfər gəlib bunun anasına söyür, anası rəhmətə gedib. Bu uşağın 9 yaşım var, neçə yaşım var, anan rəhmətə gedəndə. Rəhmətə gedib, da anası ölüsünə söydüm də bunu. Söydün, çıxdın. Bu da qayıtdı sağa deyir ki, deyir, çinmə boğulma. Bu da sən buna söydün, bu da sənin qayıtdı. Qoş arzunu zanlıya. Yaxşı. Qoş o deyil, ha, istə yatır. Qoş o qızı da qoş, 600 nəfərin üçün o da dasqanillərini danışım. Mən olanı danışan uşağım, mən heç mən istəyirsən qoş bura. Yıxılmış qadın budur. Qoş onu da canlıya. Qoşul canlıya sən də dasqanillərini danışım. Bu uşağı mən 12 ildir mən bu uşağın eyni kənddə böyüyürük. Giriman Beydilər kəndinin başından sonra işlənən Kənan Mahirə nətər danışım, qoşul canlıya danışım. Burada mesaj yazmıyor, Arzu. Bax, səni qəbul edirəm. Atqaz elədin, Arzu. 600 nəfər var, qoşul bura sənin tasqanəllə. Bax, yenə dəvət atıram, baba attım. Qoşul canlıya sənin 600 nəfərin sənə tasqanəllərini danışım. Sənin stoykan var, sən qadınsan. Sənin stoykan var. Yaxşı da. Sənin stoykan yoxdur. Bağlayım canını. Sənin deməyinlə də elə Arzu nəyinə halal olsun. Burada 700 nəfər görür, mən haqqın sözünü deyirəm. Mən deyir ki, 40 yaşın var, uşağın 18 yaşı var. 22 yaş böyüksən. Yetimin indi başdaşında yazılan anasının 41 yaşı var. Başdaşda yazılan anasının 41 yaşı var. Sən kimə nə deyirsən? Sənin TikTokda, sənin videoların. O bir oğlan var, kocam, sənin videona baxanda mən üzgənirəm oğlanla. Kocam videolarına. İndi onu düz deyir Arzu, bax onu düz deyir. Kocam. Orada baba, burada düzəm ona. Bilsən niyə? Burada bilsən niyə düzəm ona? Kocam. Bax, mən istəyirsən də, düzdür. Asman niyə videosunu çıxartmışsan orada Arzu? Səhifəmdədir, niyə çıxartmırsan? Çıxartdım, əgər Mahir istəyən oğlansan, Mahirə WhatsAppda yazsan, sənsiz darıxıram, sənsiz. Və onu düz deyir. Asımla video paylaşmışsan, 2 il bundan bax. Kocam, bir şeyə də oxşamırsan, heç çərtkiyə oxşuyursan. Mən utanıram sən. Mən sənin harada videon çıxır mənim səhifəmdə qabağıma, mən səni blok eləyirəm. Da ekran kartlarından bezmişəm. Bəlkə də 150 səhifəni blok eləmişəm ki, Arzu mənim qabağıma çıxmasın. İrgənirəm mən səni görəndə. Yaxşıdan da iyi, hələ söz danışmadın, neysə. O söhbətinə görə. Bilirəm, neysə də başım bağladı. Bu gün sağ o sözü deyirsən, niyə Asmanla videosu? Başına dönüm. Sual ver ona, niyə Asmanla videom oradadır? Sual ver ona. Sual ver görün, nə cavab ver. Arzu, qoşul bura. Asman görüm. Bax, onu düz deyir. Mən, bax, onu düz deyir də, adamı yandıran odur. Bax, onu düz deyir. Asman olan videonu səninlə gəzir Arzu orada. Çıxart da, mən istəyirsənsə çıxart. Niyə çıxartmışsan? 34 qalıq video oxşamsan. Çoxdan olandı. Bilirəm çoxdan olandı. Çoxdan olandısa. Sənin səhifəndə deyil, sənin faktı Arzu, sən düz deyil. Allah haqqıcı. Sən bir söz deyirsən, istəyirsən məni görsünlər, məni indiyə kimi görsünlər. Qoy məni də görsünlər bu cəmaat. Yaxşı. Mən onsuz utanmam, mən bir hərəkətim. Yox, sən sənin bir şeyin yoxsa, sənin səhifəndə Asımla videoya bax. Kocam, sənlərin Mahirə sən durub çınqılım atır. Sən onu öz səhifəndən sil Arzu. Sən onu öz səhifəndən sil. Sənin deməyinə silməli deyildir. Qavunda olan bir insan, onu birincidən silərdi. Tembolidəki silməyindən aynadır. Sənin özündə baş olsaydı, onun özündə baş olsaydı, sənin 18 yaşın var, onun 40 yaşı var. Sənin ananın da 41 yaşı var, rəhmətli ananın 41 yaşı var. 41
41 yaşı var ananın. Ananın 41 yaşı var, onun da 40 yaşı var. Sənin başında işləmir. Telim sənin əlindəydi. Asimanın neçə də... Yığ bura zəng eləyim sənə. Mahir niyə silməlidir? Sən Gözə qulaq sözümü deyim. Asimən söhbəti. Ürəyə partı. Məntiqli sual ver, cavab Gözlə. Mən ondan sonra sındıram mən sana. Telim məndəydi. Sən keçən səfər Pirşaqda olanda Asiman olan videomu siləndə niyə qoymadın siləm? Niyə qoymadın? Bax, ay Allah köməyim olsun. Niyə silmədin? Bax, mən haqqı danışıram, mən Allahdan danışıram. Gir WhatsApp-a. WhatsApp-a yox, çünki bu sən nədir? Nətər deyib? Qoşul bura, mən qoşul. Qoşul bura, Allah haqqı mən O danışıram. insanın stoykası olmayan bir insandır. Mən sakit dur, sakit dur. Mən danışıram ha səndən. Kənan danışam da öz payına da nədir? Mən danışıram səndən. Mən da söyüş qoymuşam onlara ki, o haqda danışmam. Mən yəni ümumiyyətcə mən danışıram səndən. Sənin yaxşılığına deyirəm. Bilirəm mənim yaxşıma deyirsən, ümumiyyətcə mən danışıram səndən. Bir dənə mənə qoşul. Qoşulma Arzu, istəyimi qəbul elə. Eləyər. İstəyimi qəbul elə Arzu. Mən sənə qorxma, mən sənin Bu Azərbaycan 10 milyon əhali var. 999 nəfəri bilir ki, Arzu nədir? Bir dənə sənsən onu bilməyən. Qoşulmaz axı. Arzu qoşul bura. Qoşulmaz. Arzu qoşul bura. Qoşulmaz. Arzu qoşul bura. Canlıda zarın verilişində bir nəfər ki, deyək ki, o mənim artığımdır. Sən onu danışırsan. Arzu qoşul. Arzu. Sənin 40 yaşın var. Bu şan sən evlənsəydin, sən 40 yaşı deyirəm. Sənin 40 yaşın var. Evlənsəydin, sənin 23-24 yaşında oğlun var idi. Oğlun ha, 23-24 yaşında oğlun vardı. Sən Asimanla durub zarın verilişinə çıxandan sənin 4 dənə sevgilin olub, 3-4, hamısında videosu var. Bu canlıda olan hamı bilir. Hələ Arzudan zarın verilişindən qabağı demirəm. Mən bu uşağa neçə dəfə demişəm bu uşağa, mənim uşaq bizim kənddə böyükdə, mən bu uşağı tanıyıram. Mən özüm də kasıb uşağım, mən də fəhləşdirəm, presə də getmişəm, beton da qarışdırmışam, kimin evində daş da qaldırmışam. Bu uşaq da məndən qaldırıb, bu uşaq 14 yaşında məndən beton tökürdü. Vedrə qaldıra bilmir. Söymürəm. Allah bağır görürəm. Yəni söymədi, özün öz fikrində onun anasına getdin, bu da anana gəldi də. Yox, heç onun başına. Hə, gəldi Zemfir İbrahimov, Allah canını sağ eləsin, Allah 1000 qatın versin. Kimə söymə bu da, sağ söylə. Kim mənə dəstək olursa, Allah ona 1000 qatın versin, Allah onun canını sağ eləsin. Bu Ramazan ayı ona Allah dəstək olsun. Allah o mənə kim mənə pul atırsa, Allah ona 50 minin, 100 minin qismət eləsin. Milyardın qismət eləsin. Heç kimə söymə, sağ söylə. Qulaqdan qulağa söyüncü olmur. Yerazlar, səni qoşmayacağım. Sən məni incitmə də, mən səni niyə qoşuram? Mən səyəm səni qoşam. Heç kimə söymə. Söylə. Sağ kimlə anana söydüyün dikirdi. Anan rəhmətə gedib, qayıdır özünə. Ölüyə söymək düzgün bir şey deyil. Ölüyə söylünsə ölür. Öz ölüsünü sən anan da rəhmətə gedib, dədən də rəhmətə gedib, yetim uşaqsın. Öz ölüsünü sən söymə. Allah. Öz paniyyatını saxla. İndi girmirsən, mən sana 70 dəfə deyirəm ki, girmə, lazım deyil. Ajından öl. Niyə söyməsin? Cəma, ged ona. Kənddə sənə hamı qurur. Məni eşitirsən? Mən imam verdilərdən Beyləqan uşağıyam da. Beyləqanlıyam mən. Mənim kəndimdə heç bir oğlan məni qoymuyor, vacı qalam. Limon? Eşitirsən, amma bugünkü günüm mənim yanımda duran düzdür. Arzu da Allah canı sağ eləsin, dəstək olubdur. Puldan da dəstək olubdur mən. Belə dəstək 2 manat da gəldi. Təşəkkür edirəm. Allah 1000 qatını versin. Arzu mənə çox dəstək olubdur. Arzu məni, nə bilim, bir 4 ay 5 ay içkidən azad elədi. Bax, Allahdan danışaq da, indi Allah var göydə. Eləyibdir, gənə də kim nə deyir, eləyir, nə bilim, nə deyir, gənə də ayrıla bilmirəm də, qardaş, bu irək istəyir. Mən sana bu sözünlə deyirəm, bax, bu danışdığın sözdə var, səni kimi cındır adam yoxdur. Səni kimi cındır adam yoxdur. Düz söylə sağ. Bax, sağ düz söylə, bax, bu canlı da... Yox, içki söhbətinə mən bizə vaxt deyəm, içməyibdir. Prosto umuna, bu kənd deyir, tək siz demirsiniz, bu kənddə kim görür ki, deyir, utan yerə gir. 40 yaşı var adamın, sənin 18 yaşın var, öl yerə gir. Olmur, Nəysə, mən burada canlıda olan bir qadam var. Mən burada çox söz danışa bilmirəm. Mənim səsimi qayd edib, sabahlarım onsuz da əskim tüskülüdür. Mənə para var. Görün, deyə bax. Məni görün, mən heç nədən çəkinmirəm. Mən özü fəhvadım. Mən heç kimlə utanmıram ki. Çək bura.
Mən nə də kiməsə demirəm ki, mən sabahlarım gedib, mən preslə qaldırıram, qardaş. Mən beton qarışdırıram ki, mən evində fərqləşdirib daş qaldırıram. Burada nə var ki? Halal çörəyimi qazandım. Mən heç kimdən utanmıram burada. Mən özüm bu günlərin faktı sizə deyim, heç kimdən utanmıram ki. Buradan 100 metr ayında ev tikirlər, gedib orada daş qaldırıram. Daş qaldırıram. Heç kimdən burada utanmalı nə var ki? Palçıq qarışdırıram, usta işləyir, mən də fəhləyəm onun yanında. Pres olur qardaş, kəndimizdə pres olur, gedib pres qaldırıram. 10 manat, 15 manat çörəyimi qazanır. Məni heç kim burada görmür. Bu səhifə mənim səhifəmdir. Mahir səhifəsini blok eləyiblər, Mahir məndən xahiş eləyibdi, vermişəm səhifəni, öz adını da qoyub. Burada heç nə yoxdur. Prosto mən Mahirə yenə deyirəm, siz düz deyirsiniz bu Mahirə, bu hərəkətinə görə. Hə, Prezident, Mahirin 18 yaşı var, 18 yaşı var. Arzunun 40 yaşı var. Mahirə qoyduq bir qırağa ki, deyək ki, yenə də demək olur, düz demək olmaz. Demək olmaz ki, Mahir, sən uşaqsan. Uşaq deyilsən. 18 yaşında uşaq tanıyıram. Mən özüm 16 yaşımda mən yetim uşaq. Mən 16 yaşımdan zadından gedib presə gedirdim. Mən görürdülər ki, gücüm çatmır. Mahirə də haqq vermək olmaz. Mahirin də səhvi çoxdur. Yenə də səhvi var. Prosto 40 yaşında insan fikirləşməlidir ki, mənim oğlum yaşındadır, mən ondan utanmırammı? Sən insan utanmazmı? Mən sənin səhifəndə mənim qabağıma sənin kayıtların çıxır. Qocam, bambılı videolar, mən utanmam səni görəndə. Mən Arzunun videolarını blok eləməkdə mən bura yığılmışam. Mən utanıram. Bu uşağa neçə dəfə itinavırım vermişəm. 3-4 gün bundan qabaq bu uşaq məndən siqet istədi. Dedim, Mahir, siqetim yoxdur. Dedi, yox. Cəmdə 12 manat pul var idi. Andollallah, 12 manat pul var idi. Özüm də gedirdim metaqda işləməyə. Günorta mənim yeməyim var. 5-6 manat yeməyimə götür. Özüm də siqet çəkən adamım. Öz siqetimə buna 4 manat dükana pul verdim. Dedim, 3 manat 50 qəpiyə palmal siqet götür. 50 qəpiyə də bilmirəm. Sim şikayəti ya nəyəcə bilmədim. Özümə siqet aldım. 4 manat da verdim ki, özünə siqet alarsan. Neçə dəfə də demişəm ki, Mahir, eləmə. O sağ söyüşlərin hamısı o arzuya görə gəlir. O qız əlbəttə ki çatmır, deyib Bağırov yazır, o qıza çatmır. Çatmır. Ağıllı insan, 40 yaşında olan insan, 18 yaşında olan uşaqla durur, nə şey eləyirsən sən? 22 yaş fərq var, 5 yaş deyil, 10 yaş. Leyli ilə Məcnunun arasında 22 yaş fərq yox idi. Mənim əlimdə bu saat imkan yoxdur, Allah haqqı, cibimdə əlimdə dəstək ola Peyğəmbər haqqında siqet alırım. Bu saatlar mənim bir dənə mağnam var, içində hara getdi, kim qoydu? Mənim siqetim hanı? Siqeti verim onu. Götürüb qoymuşsan cibimdə dolar kimi. Bax, mənim cibimdə mənim çəkdiyim siqet mağnadır. Bax, bu saatlarım oturmuşam, burada axşam işdən gəlmişəm. Bax, bu uşaq məndən çəkir. Mənim cibimdə bu saatlarım pulum olsa, bu uşağa bir siqet alıb veririm. Andollallah, cibimdə qəpik nə qədərdir? Mən qutqumcumda qəpik var idi. 60-70. Verdim xaliqə. Desmiş qaldım. 60 qəpik var idi, heç də 20 qəpikdə boşluq qaldım. Sizdən də balaca Mənim bu saatlarım cibimdə dəstək olsa bu uşağa siqet alarım. Yenə də mənə qarşımda, yenə də eləməməlidir. Burada çıxıb canını açıb kart qoyub yığmamalıdır. Gedib bir işləməlidir. Bu günlərim qanqala çıxmışdı, dedi 7 manat. Nə 7 manat satmışdı? 8 manat. 8 manat. O da indi günorta özünə yemək alıb. Həqiqətən də gözümün qabında atasına zəng elədi. Atasına qayıdıyor, hardasınız, qapını bağlamışsınız. Atası deyir, neynirsən hardayıq? Uşağı götürmüsünüz. Atası da rəhmətə gedib, anası da rəhmətə gedib, saxlamısınız. Dağında durun da. Bu günlərim neynirsən hardayıq, müəllim? Uşaq harda qalmalıdır? Bu uşaq harda qalmalıdır? Götürmüsünüz, saxlamısınız, bu uşaq harda qalmalıdır? Mən də yetim uşağım, mən də o demək deyil, yetimlik deyə mənim bu saatlarım, yaşım var, qolum gedib presə qaldıra biləm, gücüm çatır. Bunun presə gücü çatmır. Qaldıra bilmir də qardaş, yavanın sapı bunun qolu yoğunluqdadır, qaldıra bilmir. Fakt özümlə də neçə dəfə aparmışam, mən özüm də pres qaldırıram. Neçə dəfə aparmışam uşağı. Anadır ki, bir dəl başa düşür ki. Aparmışam, deyə yazıb ki, yanında apar işlət. Metaqda bu uşağı şey götürmürlər. Atibi, ümumi bu veriş vəsailəsinə gəlir. Götürmürlər də bu uşağı. Vallahi uşaq anasını döyüb yazırsınız. İstəmirəm, burada kəndçimdir, sabahlarım mən bu günlərim burada nəsə desəm, qayd edib paylaşırlar. Sabahlarımın anası zadı, ailəsi gəlib mənlə burada şeylik ki, sən canlıda belə danışa bilmirəm. Bu uşağın anası dünlərim heç nə eləmədi, yedim bunu 100-2'ye verim. Danışa bilmirəm, çox şey burada danışa bilmirəm.
Mənim 5 manatım yoxdur, sabahları mən tutub aparsınlar, gedim orada şöbədə mənim 5 manatım yoxdur. Prosto burada söyüş yazırlar, bu uşaq ürəyim ona yanır ki, bunun anası da ölüb, rəhmətə gedib, Allah rəhmət eləsin, dədəsi rəhmətə gedib, bu uşağı körpə yaşından da götürüb saxlayıblar. Körpə yaşından siz almışsınız ki, mənim uşağımı mən saxlayayım. Anasının da ki, Gəlmisən? bir pis şey eləmirəm, 6 dənə uşaq olub, indi götürüb saxladı analıqan. 6 dənə uşaq olub, 6'sı da rəhmətə gedib. Psixologiyası pozulub da. İkinci o. Psixologiyası pozulub, indi onu da deyə bilmərəm, haqq verdirmirəm. Pusu bu uşaq qalıb ortalıqda. O dünənlər atasına zəng eləyir ki, evin qapısını bağlayıb gediblər. Hara gediblər bilmir. Uşaq zəng eləyir, deyir ki, hardasınız, deyir, neynirsən haradayıq. Hə, uşaq harada qalsın, evin qapısını bağlayıb çıxıb getmişsiniz, bu uşaq harada qalsın. Neyse, Allah hamısını görür. Neyse, özünüz bilərsiniz, yenə mən bir söz demirəm. Neyse, Allah özü görür. Çox xahiş edirəm, bir dənə dəstək olarım. Mən 11 manatı yığım bağlayayım da bu canlını. Çox xahiş edirəm. Mən gittim evə, sağ ol. Yaxşı. Deyəcəm, xeyrə qal. Xeyrə yaxşı. Sabahlar, xarqə.